Hədisdə var ki, qanlı köynək əlində gələcək məhşərə. Yanında İmam Həsən olacaq. Sağa sola baxacaq, deyəcək, bəs mənim Hüseynim hanı? Onu görmək istəyirəm. Hədisdə var ki, Fatiməyə deyəcəklər, məhşərin qəlbinə bax. Allah pərdə çəkib Kərbəladan bir səhnə göstərəcək. Baxacaq, görəcək, oğlu uzanıb başı bədənindən ayrılır. Bu yerdə Fatimə nalə eləyəcək. Qiyamətə baxın, bax bu məclis qiyamətdə təşkil olunacaq. Görün necə şərafətli məclisdəsiz. Nohaxan xanım Zəhradır. Hey deyəcək, Hüseynim vay, Hüseynim vay. Dillə Peyğəmbərlər səsini qoşacaq xanım Zəhranın səsinə. Ana naləsi yanıqlı olur axı. Heç kəs xanım Zəhra kimi ağlaya bilməz balasına. Özü deyirəm, Azərbaycanlılar bir alimin yuxusuna gəlir. Bir Azərbaycanlılar oğlu ölən ana kimi mənim Hüseynim ağlayır. Ona görə xoşum gəlir onlardan.